təsriflənən və təsriflənməyən olaraq iki yerə ayrılır. Təsriflənən feillər şəxsə və cəmiyyətə görə dəyişə bilir. Şəxs üzrə. Məsələn, indiki zamanda olan bir feil götürək. Gəlir. Mən gəlirəm, sən gəlirsən, o gəlir, biz gəlirik, siz gəlirsiniz, onlar gəlirlər. Yəni, təsriflənməyən deyəndə uşaqlar, əsas məsələ nədir? Şəxsə və cəmiyyətə görə dəyişməyən. Şəxsə və cəmiyyətə görə dəyişməyən feillər nəzərdə. Yəni, şəxs şəkilçiləri qəbul etməyən feillər nəzərdə. Aydındır mı? Təsriflənməyən feillər məstərlər, feili sifət və feili bağlamalardır. Feilin təsriflənməyən formaları məstər, feili sifət və feili bağlamalardır. Bu formalar hər biri iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məstərlər həm feil, həm də isimlərə aid müəyyən xüsusiyyətlər qəbul edir. Feili sifətlər həm sifət, həm də feillərə aid xüsusiyyətlər qəbul edir. Feili bağlama həm yenə də feil, həm də zərfə aid xüsusiyyətlər qəbul edir. Sabahı gün sizə sual versələr ki, aşağıdakı cümlələrdən hansında həm feilin, həm zərfin xüsusiyyətini daşıyan söz işlənmişdir. O zaman siz feili bağlamanı tapmalısınız. Və ya hansı cümlədə həm ismin, həm də feilin xüsusiyyətləri daşıyan söz işlənmişdir desə, o zaman siz məstər tapmalısınız. Yəni, bunu da görə bilməliyik. Məsələn, buna bir neçədən nümunə göstərir. Oxumaq gözəldir. Oxumaq gözəldir. Sual verək. Gözəldir. Nə? Sizcə bunlardan hansıda aiddir? Feili sifət. Feili sifətlər. Nə? Nəyin sualıdır? Feili. İsmin sualıdır, elə? Deməli, bu nə olmalıdır əslində? Məstər. Bəs oxuyan uşaq 5 alar. Oxuyan sözü də burada feil. Yəni, bizə lazım olur. Hansı uşaq? Oxuyan uşaq. Sizcə bu hansına aid olar? Feil. Sözlük sifətin sualına da. Bəs danışıb getdi. Necə getdi? Zərfin sualında da bu feili bağlamalı olacaq. İndi gəl biz məstər haqqında geniş məlumat alaq. Məstər nədir? Məstər şəkilçisi madmək qrammatik şəkilçidir. Madmək qrammatik şəkilçidir. Feillərə madmək artıraraq məstərlər yaradılır. Yəni siz bilirsiniz ki, gəl, get, oxu, yaz və sair kimi sözlər feillərdir, elə? Lakin uşaqlar, bunlara madmək şəkilçisi artırılarsa, gəlmək, getmək, isim yox. Oxumaq, yazmaq, bu oldu artıq nə? Məstər. Deməli, məstər feillərə madmək qrammatik şəkilçisi artırmaqla düzəldilir.
Gəl, get, yaz, oxu feildir. Amma gəlmək, getmək, oxumaq, yazmaq feilin məstər formasıdır. Aydındır? Feilin məstər formasıdır. İsimlər lüğətlərdə adlı halda verilirdi. Sifətlər lüğətlərdə adi dərəcədə verilirdi. Feillər lüğətlərdə məstər formasında verilir. Feillər yazırıq ki, lüğətlərdə məstər formasında verilir. Feillər lüğətlərdə məstər formasında verilir. Yəni, lüğətdə açıb biz, məsələn, getmək sözünü və ya məsələn, şığımaq sözünün mənasını öyrənmək istəyirsiniz. Lüğətdə şığı deyə yazılmır. Şığımaq yazırsınız, lüğətdə də çıxır o. Aydındır? Feillər lüğətlərdə məstər formasında verilir. İndi deyim ki, məstər ismi aid xüsusiyyətlər daşıyır, feili aid xüsusiyyətlər daşıyır. Gəlin görək, hansılar ismi aid xüsusiyyətləri? Qısa yazırıq. Məstərin ismi aid xüsusiyyətləri. Məstər isimlər kimi bir ad bildirir. Məsələn, kitab onun ad bildirir də isim. Məstər də hərəkətin adını bildirir. Gəl hərəkət bildirir feildirə. Gəlmək. Artıq o gəl hərəkətin adı gəlməkdir. Yəni, məstərlər də isimlərə oxşar kimi ad bildirir. 2. Cümlə daxilində isim kimi nə sualına cavab verir. Nadir. Cümlə daxilində isim kimi nə sualına cavab verir. Oxumaq gözəldir. Nə? Sevmək gözəl hisdir. Nə? Gəzməyi sevirəm. Nəyi? Gördünüzmü, məstər də isim kimi nə sualına cavab verdi? Cümlələrin daxilində. 3. Məstərlər isimlər kimi hallanır. Mən hallarınızla uyğun olaraq hallandıracağım. Məsələn, oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan. Sevmək, sevməyin, sevməyə, sevməyi, sevməkdə, sevməkdən. Qaçmaq, qaçmağın, qaçmağa, qaçmağı, qaçmaqda, qaçmaqdan. Yəni, uyğun olaraq hallar üzrə dəyişə bilir. Elə 5-incisi uşaqlar. Eyni zamanda mənsubiyyətə görə dəyişir. Eyni sürətdə keçir. Mənsubiyyətə görə dəyişir. Mənim oxumağım, sənin oxumağın, onun oxumağı. Bizim oxumağımız, sizin oxumağınız, onların oxumaqları. Bax, feil mənsubiyyətə görə dəyişmir. Feilin məstər forması mənsubiyyətə görə dəyişənlər. Yəni, məsələn, gəlir, gedəcək feillərin mənsubiyyətə görə dəyişə bilmərik. Təsdiqlənməyən feillərdən hələ ki, feili sifətlər, məstəri dəyişir mənsubiyyətə görə. Diqqətli olur. Məsələn, onun yazmağı, sənin yazmağın, sizin yazmağınız və s. Mənsubiyyətə görə dəyişdilər. Diqqət. 5-ci qaydamız. Cəmlənmir. Yəni, oxumaqlar, yazmaqlar, danışmaqlar demək olmaz. Lər şəkilçisi qəbul etmir. Qətiyyən cəm şəkilçisi qəbul etmir. Yoldaşınız da yaxşı söz dedi, indi mən də onu izah edəcəm. Hətta cümlə də testdə düşəcək sizə. Aşağıdakı nümunələrdən hansında məstər özünə aid olmayan şəkilçi qəbul etmişdir. Bax, belə bir şəkil. Onların danışmaqları mənim xoşuma gəldi. Qısa yazın da, mənim vaxtım yox. Onların danışmaqları mənim xoşuma gəldi. Sizi çaşdırmasın buradakılar. Bəli, məstərə aid olmayan xüsusiyyət kimi bunu seçəcəksiniz. Biz burada yazdıq ki, cəmlənmir. Deməyin ki, o istisnadır mı, müəllim? Orada cəmləndi mi? Xeyr, heç burada da cəmlənmədi. Burada olanlar şəkil
şəkilçisi kəmiyyət kateqoriyasına aid olan cəm mal şəkilçisi deyil. Bu mənsubiyyət üçüncü şəxsin cəmidir. Nə? Mənsubiyyət üçüncü şəxs cəm. Yəni onların danışmaqları, onların oxumaqları, onların yazmaqları, oxumaqları, danışmaqları. Yəni burada olan cəm şəkilçisi deyil də, mənsubiyyət şəkilçisidir. Başa düşdünüz? Çünki biz qayda öyrəndik ki, məsdər heç vaxt, heç zaman cəmlənmir. İsim kimi hallanır, mənsubiyyətə görə dəyişir. Lakin cəm şəkilçisi qəbul edib, cəmlənə bilməz. Aydındırmı? Bu ismail xüsusiyyətləri idi. Uşaqlar, ismail isim kimi cümlə özü vəzifəsində ola bilir, xəbərli şəkilçisi qəbul edir, isim kimi mübtədə ola bilir, tamamlıq ola bilir, yeri gəlində məsdər zərflik ola bilir. İstisna hallarda qoşmalarla işlənərək, təyin ola bilir. Bunlara çox toxunmuram, çünki biz o cümlə özləri hərəkət vermişik, o dərinliyə getmirik. Sadəcə altı yazıram, qoşmalarla işlənə bilir isim kimi. Qoşmalarla işlənir, sadəcə onu öyrənir. Məsələn, oxumaq üçün, yazmaq üçün, oxumaqdan ötürü, yazmaqdan savayı və s. Yəni yanına qoşmaq işlənə bilirlər. Sadəcə onu öyrənir. Amma cümlə özü məsələlərinə toxunmuram ki, isim kimi cümlə özü məsələlərinə iştirak edir. Təyin əslində istisna hallarda olur. Yəni çox zaman toxunmur ki, məsdər təyin olur. Çünki məsdər istisna hallarda qoşmalarla işlənən zaman təyin olur. Sırf məsdərə aid xüsusiyyət deyil təyin olmaq. İndi gəlin görək uşaqlar, məsdərin fe'li aid xüsusiyyətlərini öyrənirik. Məsdərlər feillər kimi nə etmək sualına cavab verir? 1. Feillər xüsusiyyətlərində feillər kimi nə etmək sualına cavab verir. Ayrılıqda da söhbət oxumaq nə etmək, yazmaq nə etmək, getmək nə etmək, gəlmək nə etmək. Çaşmayın ha. Bayaq burada dedim ki, isimlər kimi nə sualına cavab verir. Amma nə zaman o cümlənin daxilində olur belə. Amma ayrılıqda nə etmək sualına cavab verir. Getmək nə etmək, gəlmək nə etmək. Bir də var deyirlər ki, onun getməyi mənim xoşuma gəlmədi. Nəyi? Cümlə daxilində işlələndə ismin sualıdır. Amma ayrılıqda məsdər nə etmək sualına cavab verirlər. Məsdərlər feillər kimi uşaqlar bizim keçəcəyimiz sistəm təsdiqdə və inkarda olur. Oxumaq, inkarı, oxumamaq. Yazmaq, yazmamaq. Getmək, getməmək və s. Təsdiq və inkarda işlənir. Uşaqlar bu hissələri sadəcə təsirli və təsirsiz olduğu bildirir. Növ bildirir, ətrafına söz toplaya bilir. Yazıram onları, amma siz dərindən keçmirsiniz də. Çünki siz hələ yuxarı sinifədə biləcəksiniz. Üçüncü, təsirli və təsirsiz olur. Növ bildirir, məlum, məçul, qaydiş növ üzrə. Bunları yuxarı sinifədə biləcəksiniz. Bir də ətrafına söz toplayaraq tərkib yaradır. Bir tərkib əmələ gətirir. Təsir... Aha. İndi feillər xüsusiyyətlərini də bildik. Biz əsasən tapşırıqlarımızda təsdiq və inkarda olmaq xüsusiyyətindən geniş istifadə edəcəksiniz. İndi nəyi bilmək lazımdır? Məsdərin şəkilçisində gördünüzmü? Əvvəldə maq şəkilçisi yazdım. Elə cümlədə məsdərləri tapın deyəndə maq şəkilçisini tapmalısınız. Elə bir də məsdərin bir şəkilçisi də var, mamə. O da maq şəkilçisidir. Lakin mənsubiyyət şəkilçisi üçüncü şəxsdə q düşə bilər. O da maq məqdir. Məsələn, maşallah, onun oxuması, onun yazması, onun getməsi, onun gəlməsi. Baxın, onun gəlməsi, getməsi, oxuması, yazması. Buradakı mallar inkar deyil. Buradakı mamələr də məsdərdir.
Sadəcə məsuliyyət üçüncü şəxsdə orada qılın yerinə s bitişdirici əlavə edirsiniz. Bilin ki, o məstər formasıdır. Bunu bilmək üçün də bəsit yolumuz var ki, bu s-ları məstər şəkilçisindən bərpa edək. Onun gəlməsi, yəni gəlməyi deməkdir də. Getməsi, getməyi, oxuması, oxumağı, yazması, yazmağı deməkdir. Gördünüzmü? Həqiqətində mame oradakı məstər şəkilçisi oldu, elə? Ona görə bəzən yazın deyirlər ki, məstər şəkilçisi makməc, bir də mamədir. Makməc, bir də mamədir. İndi bir də biz nəyi öyrənirik uşaqlar? Məstərin makməc, mamə şəkilçisi qəbul etdiyini öyrəndik. İsmail feili aid xüsusiyyətlərini qəbul etdik. Hə, indi dedim ki, cümlədə məstəri tapanda deyəcəklər ki, aşağıdakı nümunələrdən hansında məstər işləmişdir? Hamı bilir ki, məstər feili artırır, makməc, tez-tez makməci axtaranda diqqətli olur. Orada belə sözlər ola bilərdi. Kömək. Çaşmayın olar. Kömək məstər forması deyil. Çünki makməci ayırsaq burada kök qalmır axı. Kömək isimli sözün köküdür, elə? Və ya belə sözlər ola bilər. Yumaq. Söhbət paltar yumaqdan, qab yumaqdan gedirsə məstərdir. Amma ip yumağından söhbət gedirsə, o məstər deyil də, isimdir, elə? Eləcə də çaxmaq sözündəki diqqətli olun. Çaxmaq. Əgər ildırım çaxmaqdan söhbət gedirsə, məstərdir, ildırım çaxmaq. Amma alışqan mənasında çaxmaqdan söhbət gedirsə, alışqan, o isimdir, elə? Və ya axmaq, suyun axmağından nəyiz, neftin axmağından söhbət gedirsə, məstərdir. Amma bir də var, axmaq, yəni ağılsız adam. Burada artıq məstər deyil. Bu kimi nümunələrdə biraz diqqətli olarsınız. Sırf elə məstər deyib, belə maqa baxmayın da, sözün mənasına, cümlədə işləndiyi yerə və s. kimi məqamlara da diqqət yetirərsiniz. Aydın